Salyandan daha bir xəbərimiz var. Belə ki, 5 il əlillik pensiyası alan Salyan sakininin pensiyası kəsilib. O sənədlərini hazırlayıb aidiyyatı quruma göndərsə də imtina cavabı alıb. Məsələni əməkdaşımız Yaqub Mehdoğlu araşdırıb. Salyanın Pambıq kənd sakini 58 yaşlı Cəlil Kərimov deyir ki, 2018-ci ildə hərbi hospitalda açıq ürək əməliyyatı olunub. Elə həmin ildə ona əlillik təyin olunub. 2018-ci ildə mənə ikinci qrup əlillik təyin olundu. 5 ildən sonra Cəlilabaddan tibbi ekspertizadan keçirdilər, komissiyadan. Gördülər ki, həqiqətən də mən belə bu vəziyyətdən vurdular kompüterlə Bakıya tibbi ekspertizaya. Oradan imtina cavabı gəldi. Səhhəti günbəgün ağırlaşan Cəlil Kərimov deyir ki, əlillik pensiyası kəsildiyindən dərman preparatları almağa gücü çatmır. Mənim əlilliyim bərpa olunsun, ikinci qrup əlilləm, 220 manat müavinət alırdım. Onu da kəsiblər. Az da olsa ürək dərmanlarım almağa kömək olurdu. Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, Cəlil Kərimovun əlilliyi həm elektron sistem üzərindən, həm də Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim ekspertləri tərəfindən bir neçə dəfə yəni baxış zamanı qiymətləndirilib. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spice xəbər, Salyan, Pambıq kənd.